Yaşamazdım. Sizin dəvətinizi qəbul edib Göyçay rayonundan gəldiyiniz üçün sizə və sizin kollektivə öz təşəkkürümü, minnətdarımı bildirirəm. Mən İsmailli rayon Qubaxəlli kənd sakini Şirinov Nazim Seyidoğlu, oğlum Şirinov İlqar Nazimoğlu axtarıram. O Rusiya yaşayırdı, Rusiya vətəndaşıydı, oradan müharibəyə gedib. Özüm də Rusiyaya getmişəm, bir məlumat toplaya bilməmişəm. Bugünkü gündə sizdən, sizin kollektivin köməkliyi ilə, İsmailli rayon icra hakimindən, nə bilim bələdiyyə tərəflərindən, hamısından xahişim buydu ki, bu işi dayandırılmasın, bu iş dayandırılmasın. Bəs mənə şəkillər də paylaşır, ekranda paylaşır. Bu barədə yenə sizdən artıq dərəcədə xahiş edirəm, bu iş dayandırılmasın, mənə kömək olsun, oğlumun axtarılması barədə bir məlumat verilsin mənə. Hamınıza minnətdarlıq eləyirəm. Yenə sizin işçi qüvvəsinə, kollektivizə öz təşəkkürümü bildirirəm. Bu dəqiqə anası da, oğlanlarım da, qızlarım da yolun gözləyirlər, axtarış edirlər, şəkillər də ekranda paylaşır. Göyçay rayonunun bütün əhalisi, İsmailli rayon bütün əhalisi Allaha yalvarırıq, eləyirik, dualar eləyirik ki, balamız tapılmağından ötəri Allah bütün cəmaatdan razı olsun. Hamıya minnətdarlığımı bildirirəm. Göyçay rayonu cəmaatına, əsas sizlərə də çox təşəkkür edirəm ki, bu barədə mənə yardımcı olmaq istəyirsiniz. Köməkli eləmək istəyirsiniz. Çox sağ olun. Təşəkkür. Allah razı olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, uzun ömür, həyatda xoşbəxtlik. Mən də özüm bir veteran babasıyam. Hamısını Allah qorusun. Çox minnətdaram sizə. İlqar'ın anası Şirinova Heyva Hanım, Serkan kızı, sizden artık derecede bütün Azerbaycan halkından, Rusiyadan, bütün ülkelerden xahiş edirəm ki, oğlum hiç bize dememiş Rusiyadan müharibəyə gedibdi. Size kurban olun, ölüm ayaklarınızın altında oğlumun dağına dözə bilmirəm. Hürmetli prezidentimizden, Mihriban Hanımına, bütün icramızdan hamıya yalvarırım, diz çökürəm sizin karşınızda. Ne olur benim gözyaşıma yazınız gelsin, benim oğluma köməkləyin, oğlumun tapılmağına mənə kömək eləyin. Size kurban olun, size canım kurban. İlqar yaxşı uşaq olubdu, ona o kadar kurbanlar götürüp hamı, ne kadar kurban, nezirler, niyazlar, imamlarımıza, hamıza dediklərimiz nezirler, Allah qəbul eləsin. Yoldaş İlham Əliyev, Mihriban Hanım, sen de anasan, başa düştüğüne hiç haberimiz olmadan oğlum gelip orada muharebeye aparıplar. Size kurban olun, en çok ben size yalvarırım ki benim oğlumun tapılmağına bana kömək edəsiniz. Bir oğlum da Fatih'le ölüp, bunu da itirdim, ben daha öldüm. Kurban olun gözlerinize, balalarınıza kurban olun. Balağın itməyinə demək olduğunu ben bilirim ki, hiç göre dözə bilmirəm.
Ben oğlumun bu şekilde çok güzel uşak olubdu, çok güzel ata-ana canlı. Ananın, atanın her vakti hürmetini saklayan uşak olubdu. Hiç haberimiz olmadan gidip harbiye. Diz sökürəm hamımızın karşısında, bütün Azerbaycan halkının karşısında, bütün dünyada hamının karşısında diz söküp yalvarıram ki benim oğlumun tapılmağına mənə kömək edəsiniz. Size kurban olun. Gelin ayaklarım var olsun benim balam. Çok sağ olun. Bizim borcumuz. Recep Əlim çok sağ olun. Bütün kollektive bol deyirəm. Bir ana kimi Göyçay rayonundan təklifinizi dəvət edib gəldiğin için bir ana kimi karşında diz sökürəm. Allah razı Yalvarıram Sizin karşınızda diz hamımıza. sökürük. Bütün şehitlerimizin karşısında diz sökürəm. Gazilerimizin karşısında diz sökürəm. Allah düşerken Allah Teala'dan izlemişim benim oğlum da tapılsın ilahi ya Allah'ım ya Allah yalvarıram sana. Bana kömək eləyin oğlumun tapılmağından kurban olum size.